Bu, Hondius kruiz gəmisindəki xantavirus alovlanması və onun arxasında dayanan faktlarla bağlı qısa xülasədir. 2026-cı ilin yazında Atlantik okeanında yayılan bu nadir infeksiyanın əslində nə olduğunu və niyə yeni bir qlobal pandemiya qorxusu yaratmadığını birlikdə araşdıracağıq. Birinci, gəlin baxaq görək, Hondius gəmisi necə qapalı bir sınaq şüşəsinə çevrildi. Təsəvvür edin, gəmidə 9 nəfər xantavirusun Ander ştamına yoluxub və təəssüf ki, 3-ü vəfat edib. Sağ qalanlar isə Tenerife adasında xüsusi qoruyucu geyimlərlə təxliyə olunub, 6 həftəlik karantin alınıblar. Yəni, kruiz gəmisi kimi sıx mühitlər viruslar üçün əsl inkubatordur, elə deyilmi? İkinci, mənzərə qorxulu fantastika filmlərini xatırlatsa da, beynəlxalq ekspertlər panikaya düşmür. Niyə? Çünki bu virus insandan insana yalnız çox uzun və yaxın təmasla keçir. Düzdür, gəmidə bu mümkündür. Amma adi həyatda pandemiya ehtimalı çox aşağıdır. Amma burada kəskin bir sual yaranır. Əgər virus belə çətin yayılırsa, niyə hərbi həkimlər bu yaxınlarda uzaq Tristan da Cunha adasındakı tək bir xəstə üçün paraşütlə düz 3 ton avadanlıq atdılar? Cavab sadədir. Kütləvi yayılma sürəti aşağı olsa da, virusun ölümcüllük dərəcəsi həqiqətən dəhşətlidir. Üçüncü, bəs biz bu gözə görünməz təhlükədən özümüzü necə qoruya bilərik? Baxın, vaksini olmayan bu xəstəliyə yoluxma əsasən gəmirici ifrazatı qarışmış tozu udmaqla baş verir. Qripə bənzər simptomlar isə 2 ilə 6 həftəyə üzə çıxır. Ən yaxşı müdafiə məkanları gəmiricilərdən təmizləmək və yalnız nəm təmizlik etməkdir. Yəni, evdə siçan izi görəndə toz soranı boçmaq, əslində o təhlükəni havaya püskürtmək və birbaşa udmaq deməkdir. Qısacası, xantavirus qapalı məkanlarda ölümcül sürprizlər yaratsa da, pəncərələri açıq saxlamaq, gəmiricilərdən uzaq durmaq və nəm təmizliyə üstünlük vermək bizi bu təhdiddən qoruyan ən güclü vasitədir.